Hər vaxtınız xeyir olsun, əziz müəllimlər və abituriyentlər. Bugün sizlərlə Məhəmməd Füzuli yaradıcılığından çox sevdiyim Məni Candan Usandırdı qəzəlini təhlil edəcəyəm. Əsər ana dilində, qəzəl janrında və Ərzun Həzəc bəhrində yazılmışdır. Keçək beytlərin təhlilinə. Birinci beyt. Məni candan usandırdı, cəfadan yar usanmazmı? Fələklər yandı ahimdən, muradım şəmi yanmazmı? Sevgili məni canımdan usandırdı, cəfa etməkdən usanmazmı? Ahımdan fələklər, göylər yandı, arzu, dilək, istək şamım yanmazmı? Burada fələklər yandı ahimdən deməklə şair mübaliğədən istifadə etmişdir. Qeyd edək. Mübaliğə. Deməli, ilk beytdə görürük ki, sevgilisinin nazından, şair sevgilisinin nazından, cəfasından təngə gəlib, yorulub, ancaq sevgilisi isə naz etməkdən, əziyyət verməkdən usanmır. Deməli, ahından göylərin yanması ilə qeyd etdiyim kimi mübaliğədən istifadə etmişdir. Muradım şəmi yanmazmı dedikdə qədim şamanizm adətlərini işarə etmişdir. Fələklərin yanması ilə dilək şamının yanmaması arasında isə şair bədii təzad yaratmışdır. İkinci beytə baxaq. Qamu bimarinə canan dəva-i dərd edər ehsan. Qamu bimarinə canan, yəni sevgili bütün dərdlərin dərmanına dəva edir. Nə üçün qılmaz mənə dərman? Mənə niyə dərman etmir? Yoxsa məni bimar, yəni bimar xəstə deməkdir. Məni xəstə sanmırmı? Deməli, ikinci beytdə şair sevgilisinin öz eşqi ilə xəstə olanları gözəlliyi ilə müalicə etdiyini deyir. Bunun tam əksinə sevgili şairə heç üz vermir. Onu özünə qəti yaxınlaşdırmır. Şair də bu vəziyyətdən narahat olduğunu dilə gətirir. Burada bimar sözü ilə dərd, dərman sözləri ilə bədii təzad yaratmışdır. Üçüncü beytə baxaq. Qəmmi pünhan tutardım mən. Dedilər yarə qıl rövşən. Pünhan sözünün mənası gizli deməkdir. Deyir, mən qəmmi gizli saxlayırdım. Mənə dedilər ki, yarə bildir. Desəm ol bivəfa bilməm inanarmı, inanmazmı? Bivəfa deyəndə burada sevgili nəzərdə tutulur. Sevgili nəzərdə tutulur. Deməli, mən qəmmi gizli saxlayırdım. Mənə dedilər ki, aç bildir. Amma bilmirəm desəm, yəni sevdiyim inanar, yoxsa inanmazmı? Deməli, şairin tərəddüd içində olduğunu görürük üçüncü beytdə. Şair pünhan və rövşən sözlərini işlədərək bədii təzad yaradı burada. Pünhan sözünün mənası üçüncü beytdə deməli pünhan gizli, rövşən isə açıq, aşkar deməkdir, aydın deməkdir. Digər beytə baxaq. Dördüncü beyt. Şəbi hicran yanar canım, tökər qan çeşmə giryanım. Oyadar xəlqi əfqanım, qara bəxtim oyanmazmı? Dördüncü beytdə yenidən şair mübaliğədən istifadə etmişdir. Deməli, ayrılıq gecəsi canım yanar, gözümdən qanlı yaşlar axar. Əfqanım, fəryadım xalqı oyadar, qara bəxtim oyanmazmı? Deyir şair. Dördüncü beytdə şair verdiyi sualın cavabını əslində özü yaxşı bilir, yəni qara bəxtinin dəyişməyəcəyindən əmindir. Buna klassik şərq ədəbiyyatında təcahülü arif deyilir, yəni özünü bilməmiş kimi göstərmə. Gözlərindən yaş yerinə qan axıtması isə mübaliğəyə nümunədir, mübaliğədir. Beşinci beytə baxaq. Gül rüxsarinə qarşı gözümdən qanlı axar su. Həbibim, fəsli güldür, bu axar sular bulanmazmı? Rüxsar sözünün mənası üz yanaq deməkdir. Deyir, gül rüxsarinə, gül üzünü, gül yanağını gördükdə, gül yanağına, üzünə qarşı gözümdən qanlı yaşlar axar deyir, qanlı sular axar deyir. Həbibim, yəni ey sevgilim, fəsli güldür, yəni gül mövsümüdür. Axar sular deyir, bulanmazmı? Beşinci beytdə şair burada yaz fəsli yerinə fəsli-gül ifadəsini işlədərək metonimiyadan istifadə etmişdir. Altıncı beytə baxaq. Deyildim mən sənə mail, sən etdin əqlimi zail. Mənə tən eyləyən qafil, səni görcək utanmazmı? Mən sənə meyilli deyildim, mənim ağlımı başından alan, yox edən sən oldun. Bu eşqdən dolayı mənə tənə edənlər, məni qınayanlar deyir, sənin gözəlliyini görəndədir, utanmazlarmı? Altıncı beytdə Yusif və Züleyxadan bir belə deyək də əhvalatı xatırlamaqdadır. Belə ki, Züleyxa qulu Yusifə aşiq olmasını qınayan varlı qadınları evinə qonaq çağırtdırır və əllərinə bıçaq verir. Yusifi görən qadınlar onun gözəlliyi qarşısında əllərini kəsirlər və bu hadisədən sonra Züleyxadan üzr istəyirlər. Şairin bu hadisəni 6-cı beytdə öz hiss və duyğuları ilə əlaqələndirməsinə klassik ədəbiyyatda təlmih deyilir. Axırıncı 7-ci beytə baxaq. Füzuli rindü şeydadır, həmişə xəlqə rüsvadır. Sorun ki, bu nə sevdadır?
bu sevdadan usanmazmı? Füzuli Rindü Şeydadır dedikdə, burada Füzuli Rindü Şeydadır dedikdə, yəni Füzuli eşqin təsirindən dəli olmuş bir divanədir və bu səbəbdən həmişə xəlqa rüsvadır. Sorun ki, yəni şairə sual verin ki, bu nə sevdadır, bu necə sevdadır ki, bu sevdadan deyir usanmazmı? 7-ci beyti əslində tam olaraq qavramaq, anlamaq üçün rind sözünün mənasını anlamaq lazımdır. Rind sözü dünyanın fani olduğunu bilib, dünyadakı şöhrətə, vəzifəyə fikir verməyən, istəməyən, öz könül dünyasında yaşayan kamil insana deyilir. Ründ-i şeyda dedikdə də divanə rind, yəni eşqin təsirindən dəliyə dönmüş rind nəzərdə tutulur.